Aferin. Bəli, bugün çox fərqli bir kompozisiya izlədik. Bu arada studiyamızda ilk dəfə idi ki, canlı musiqi müşayiətində rəqs izlədik Uşaq Akademiyasında. Qobu qəsəbəsi Uşaq İncəsənət Mərkəzinin Dərbəndi rəqsini izlədik bugün biz. Bugün canlı müşahiətlə izlədik. Elə canlı müşahiət edən müəllimlərimizin də adlarını çəkmək istəyirəm. Bizim dəyərli qarmon müəllimimiz Sadəgül xanım Hüseyndir və nağarada Namiq müəllim Abbasova dərin təşəkkürlərimizi bildirmək istəyirəm və uşaqlar alqışlayaq gəlin müəllimlərimizi. Bugün sizin üçün çox əziyyət çəkdilər. Və elə bu rəqs haqqında biraz daha ətraflı danışmaq istəyirəm. Təbii ki, bədii rəhbərimiz Coşqun bəy Abbasova da dərin təşəkkürlərimizi bildirmək istəyirəm bu məqamda. Və bu rəqs haqqında biraz daha dərin danışmaq istəyirəm. Məryəm, aldığım məlumatlara görə, bax, biz səninlə birlikdə orada diplomları düzdük, bizim medalları birlikdə düzdük. Bu rəqs Rəşid Behbudov adına keçirilmiş rəqs müsabiqəsində birinci yerin qalibi olub. Bir sözlə uşaqlar, gəlin bura, gəlin görün bir mərkəzi toplaşın. Siz qalib bir rəqs qrupusuz. Aha, afərin sizin hər birinizə. İstəyəcəm bu istedadlı dostumuz qrupun adına xalqımızı təbrik eləsin. Novruz bayramı adına bütün Azərbaycanın bayramını təbrik edirəm. Bədii rəhbərimiz Coşqun Abbasova da təşəkkür edirəm. Bu möhtəşəm rəqsi bizə öyrətdi və Qobu İncəsənət Məktəbinin direktoru Azər Bayramova təşəkkür edirəm. O həmişə bizim arxamızda olub, nə lazımdırsa o eləyib. Adını çəkdiyim bu pedaqoqların hər birinə biz də salamlarımızı və təşəkkürlərimizi bildiririk və bayram təbriklərimizi. Çox sağ olun və Namiq müəllimdən də bir söz eşitmək istəyəcəm xalqımıza bayram təbriki məqsədli. Ümumdünya Azərbaycanlılarımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bütün bizim kollektivin adından Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin bizim uşağımız təqdim elədi. Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin rəqs kollektividir. Coşqun Abbasovun rəhbərliyi ilə bizim xoreoqraf. Bu yaxınlarda elə yenə də balamız qeyd elədi, biz birinci yerə çıxdıq. İnşallah ki, gələcəkdə yenə təkliflərimiz gəlir. Yaxşı kollektivlərlə üzbəüz çıxmağa təkliflərimiz gəlir. Bir daha bayramlarımız mübarək olsun. Neçə belə illərə çıxasınız, bundan gözəl, təravətli illərə çıxasınız. Buyurun. Coşqun müəllimin rəhbərlik elədiyi qruplar hər zaman öz istedadlarıyla seçiliblər. Təbii ki, uğurlu olublar. Bir daha sizin hər birinizə təşəkkür edirəm. Sadəgül xanım sizə, Namiq müəllim sizə, uşaqlar sizlərə, Coşqun müəllim xüsusən sizə təşəkkürlərimizi bildiririk. Uşaqlar ilə birlikdə hamımız kameraya baxaq, birlikdə deyək ki, xalqımızın Novruz bayramı mübarək olsun. Novruz bayramınız mübarək!